Salam. Heç düşünmüsünüzmü ki, səhər içdiyiniz qəhvədən tutmuş, axşam onlayn aldığınız o köynəyə qədər, bütün bu seçimləri əslində kim idarə edir? Məntiqiniz, yoxsa sizdən xəbərsiz işləyən daha dərin bir mexanizm? Gəlin bugün neyromarketinqin sirli dünyasına baş vuraq və alış-veriş qərarlarımızın pərdə arxasında nələr baş verdiyini birlikdə öyrənək. Başlamazdan əvvəl kiçik bir qeyd edim. Bu araşdırma Markup şirkətində aparılan real təcrübələr və fərqli mənbələr əsasında süni intellektin köməyi ilə hazırlanıb. Gəlin birbaşa mövzunun ən şok edici rəqəmi ilə başlayaq. 95%. Bəli, düz eşitdiniz. Aparılan araşdırmalar göstərir ki, bizim alış-veriş qərarlarımızın tam 95%-i şuuraltı səviyyədə verilir. Yəni, emosiyalarla, instinktlərlə, məntiqimiz isə bu oyunda sadəcə 5%lik bir paya sahibdir. Bu əslində bütün bildiklərimizi alt-üst edir, elə deyilmi? Yaxşı, bəs bugün nələr edəcəyik? Beynimizin bu gizli iş mexanizmini anlamaq üçün özümüzə bir alət qutusu hazırlamışıq. Əvvəlcə şuuraltı qərarların nə olduğunu başa düşəcəyik, sonra rənglərin və bəzi sehirli sözlərin dilini öyrənəcəyik, ən maraqlı psixoloji taktikaları ifşa edib Azərbaycandan real nümunələrə baxacağıq, sonda isə bütün bu biliklərin bizi necə daha ağıllı alıcılara çevirə biləcəyini müzakirə edəcəyik. Deməli, qayıdaq o 95%-ə. Bu nə deməkdir? Bu o deməkdir ki, siz mağazada bir məhsulu əlinizə alıb, məncə bu məntiqidir deyəndə, əslində o qərar saniyələr əvvəl beyninizin dərinliklərində emosiyaların hökm sürdüyü bir yerdə artıq verilib. Neyromarketinqin də əsas hədəfi məhz həmin o emosional mərkəzə birbaşa yol tapmaqdır. İndi isə gəlin, alət qutumuzu açaq və ilk vasitəmizi çıxaraq, rənglər. Bir anlıq düşünün, hər hansı bir məhsul haqqında ilk fikrimizin yaranması cəmi 90 saniyə çəkir və bu fikrin 60, hətta bəzən 90%-i sadəcə və sadəcə onun rənginə bağlıdır. Gəlin görək, brendlər bu güclü silahdan necə istifadə edirlər. Başlayaq qırmızıdan. Qırmızı rəngi görəndə ürəyimiz daha sürətli döyünməyə başlayır. Beynimizə təcilidir siqnalı gedir. Gözünüzün qabağına gətirin indirim lövhələri, onlayn saytlardakı indi al düymələri. Demək olar ki, hamısı qırmızıdır. Və əlbəttə, fast food restoranları. O qırmızı rəng təsadüfən iştahımızı açmır. Mavi isə tam tərsinə işləyir. Beyni sakitləşdirir, təzyiqi aşağı salır və ən əsası güvən hissi yaradır. Elə buna görə də texnologiya şirkətləri, məsələn Facebook, loqolarında maviyə üstünlük verir. Onlar sözlərlə yox, rənglərlə bizə narahat olma, bizə etibar edə bilərsən mesajını ötürürlər. Bəs qara? Qara rəng güc, zəriflik və lüks deməkdir. Bahalı brendləri düşünün. Amma gəlin etiraf edək, Azərbaycanda bunun bir özəlliyi var. Bizdə premium hissi yaratmaq üçün təkcə qara yox, qara ilə qızılının birləşməsi demək olar ki, yazılmamış bir qanundur. Təbii ki, palitra daha genişdir. Məsələn, yaşıl rəngi görəndə ağlımıza dərhal sağlamlıq və təbiət gəlir. Narıncı daha enerjili, hərəkətə keç deyən bir rəngdir. Bənövşəyi isə biraz daha sirli, kreativ və bahalı bir təəssürat yaradır. Yaxşı, rəngləri bir kənara qoyaq. Alət qutumuzdan indi daha güclü bir silah çıxarırıq. Sözlər. Elə sözlər var ki, onlar sanki sehirli bir açardır. Beynimizin məntiq qapısını bir anlıq bağlayıb, birbaşa emosiyalarımıza yol tapırlar. Və bu sehirli sözlərin padşağı birmənalı olaraq pulsuz sözüdür. Bu sözü görən kimi beynimizdə nəsə qapanır. Məntiq off, emosiyalar on. Çünki itirəcək heç bir şeyin olmadığını düşünürük. Məhz buna görə də pulsuz çatdırılma təklifi bəzən məhsulun özündən daha cəlbedici olur. İkinci güclü söz sən və ya siz. Fərqi hiss edirsiniz. Müştərilərimiz üçün endirim cümləsi var, bir də var sizin üçün xüsusi endirim. İkincisi sanki birbaşa sizinlə danışır, daha səmimi, daha şəxsi gəlir. Çünki söhbət artıq kütlədən yox, birbaşa sizdən gedir. İndi gələk bizim üçün, yəni Azərbaycan bazarı üçün xüsusilə vacib olan bir sözə, zəmanət. Bizdə o aldanmaq qorxusu həmişə var axı. Zəmanət sözü isə bu qorxunun qarşısını alan bir qalxandır. O, satıcının mən məhsuluma arxayınam, qorxma demək üsuludur və beynimizdəki bütün risk siqnallarını söndürür. Və sonuncu sehirli söz indi. Hamımız işləri sabaha saxlamağı sevirik. Amma marketoloqlar bunu bildikləri üçün indi al, tələsin, son 24 saat kimi ifadələrlə bizim o sabah görərəm düyməmizi qırırlar. O anda hərəkət etməsək, nəsə vacib bir şey qaçıracağımız hissini yaradırlar.
Yaxşı, rəngləri və sözləri öyrəndik. İndi isə gəldik ən maraqlı hissəyə. Elə psixoloji taktikalar var ki, onlar məntiqimizə heç salam da vermədən birbaşa beynimizin qərar mərkəzinə təsir edirlər. Birincisi, lövbər effektidir. Təsəvvür edin, beynimiz bir gəmidir və gördüyü ilk rəqəm onun lövbəridir. Mağazada bir köynəyin üstündən xətt çəkilmiş 100 manat, yanında isə 50 manat yazısını görəndə, beynimiz o 100 rəqəminə ilişib qalır. Nəticədə biz 50 manat xərclədiyimizi yox, 50 manat qənaət etdiyimizi düşünürük. Çünki müqayisə nöqtəmiz artıq 100-dür. İndi isə daha bir məşhur fəndə tələ effektinə baxaq. Təsəvvür edin, bir kafedəsiniz. Qarşınızda iki seçim var. Kiçik stəkan kofe 3 manat, böyük stəkan isə 7 manat. Yəqin ki, çoxumuz 3 manatlıq kiçik kofeni seçərik. Qiymət fərqi çoxdur axı. Amma indi satıcı çox ağıllı bir addım atır. Menyuya üçüncü bir seçim əlavə edir. Orta stəkan kofe, qiyməti isə 6 manat 50 qəpik. Və möcüzə baş verir. Birdən-birə 7 manatlıq böyük stəkan gözümüzə ən sərfəli təklif kimi görünür. Çünki beynimiz deyir ki, 6.50 verib orta almaqdansa, üstünə cəmi 50 qəpik də qoyub ən böyüyünü alaram da. Bax, bu ortadakı seçim əslində satılmaq üçün deyil. O sadəcə bir tələdir ki, siz ən bahalı variantı seçəsiniz. Əlbəttə, bu kimi onlarla taktika var. Bir neçəsinə də sürətli nəzər salaq. Stokda son 3 ədəd. Bu, qıtlıq prinsipidir, yəni itirmə qorxusu. Artıq 1500 nəfər bu məhsulu seçdi. Bu, sosial subutdur. Yəni, hamı alırsa, deməli, bir bildikləri var düşüncəsi. Və ya sizə pulsuz bir nümunə verirlər, siz də özünüzü borclu hiss edib məhsulun özünü alırsınız. Bu da qarşılıqlılıq prinsipidir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin görək, bütün bu öyrəndiklərimiz bizim öz bazarımızda, Azərbaycanda, realda necə işləyir? Gəlin iki çox məşhur yerli nümunəyə baxaq. Birinci nümunə, Baku Electronics və onların əfsanəvi qırmızı şənbə kampaniyası. Gəlin analiz edək. Birincisi, rəng, qırmızı. Artıq bilirik ki, bu təciliyyət deməkdir. İkincisi, qıtlıq. İldə cəmi bir neçə dəfə olur və məhsullar məhdud saydadır. Üçüncüsü, təciliyyət. Saat 10-da mağazada ol kimi dəqiq vaxt verilir. Bütün bu alətlər birləşəndə nə baş verir? Hamımızın şahidi olduğu o uzun növbələr. İkinci кейsi isə daha qlobaldır. Azərbaycan Turizm Bordunun Take Another Look kampaniyası. Sloganın özü birbaşa psixoloji bir fəndir. O, sizə Azərbaycana gəl demir. Deyir ki, Azərbaycan haqqında bildiklərini unut, gəl yenidən bax. Bu, insanlarda inanılmaz bir maraq oyadır. Onları köhnə fikirləri qırmağa, ölkəni yenidən kəşf etməyə çağırır. Və nəticə ortadadır. Düzgün seçilmiş bir neçə kəlmə bir ölkənin imicini dəyişib, turist sayını rekord səviyyəyə qaldıra bilir. Beləliklə, gördüyümüz kimi, hər gün qarşılaşdığımız reklamların, endirimlərin, hətta rəflərdəki məhsulların arxasında böyük bir elm dayanır. Amma artıq biz bu oyunun qaydalarını bilirik. Pərdənin arxasına keçmişik və bu bilik əslində indi bizim ən böyük gücümüzdür.